Bu dırnaqarası kişi xeyriyyəsi, yoxsul, kasıb, yiyəsiz, sahibsiz qadına göndərilən yardımı bax bu formada rüsva edici və onu alçaldıcı şəkildə geri götürərək gözünün arxasında qalacağı şəkildə geri götürərək sosial şəbəkələrdə paylaşdı. Ayıb olsun sənin kimi kişilərə. Sizə ərzaq, ət gətirmişik, maddi dəstəkdir. Niyə yerə qoydunuz? Yerə qoymadınız, bu görə insan... Adam hörmətlə yanaşa çörəyə. Ay, 40 dəfə yardımını istəyirsiniz. Gəldiyiniz yardımınızda Urbaqdan çıxardıq. Aç buranı, lebiyo, mən qoy ləyəqsiz olum. Axırıncı səfərim olar bir də bu kəndə gəlməyə. Ayıb olsun sənin kimi dırnaqarası xeyriyyəçilərə. Xeyriyyəçi demişkən, xeyriyyəçilər öz malından, mülkündən kasıblara paylar. Yoxsa başqalarına 1 manat, 2 manat yığıb, 10 manat yığıb, yardım adı ilə aparıb belə hərəkətlər etmir. Sən o qadına qarşı yox, sən bütün insanlığa, bütün şərəf, vicdan, kişiliyə qarşı etdiyin ən alçaq hərəkətdir bu. Sənin kimi insanlar var ki, çoxlarından xeyriyyətçi adı ilə pullar yığır və bir qismini belə çəkib paylaşır və bir də baxırsan bir neçə aydan sonra maşınla, bahalı maşın, özünə şərait qurmaqla məşğuldur. Ümumiyyətlə sənin kimi xeyriyyətçilər, dırnaqarası xeyriyyətçilərə görə insanlar pul verməkdən, maddi yardım etməkdən çəkilir. Çünki bilirlər ki, o əksəriyyəti onları şərəfsizcəsinə mənimsəyib yeyəcəklər. Özlərinə şərait quracaqlar. Sənin kimi insanların qarşısı alınmalıdır. Ümumiyyətlə xeyriyyətçilik anlayışına ciddi məşğul olmalıdır aidiyyəti qurumlar. Hər adam hər yerindən duran başqalarından pul yığıb xeyriyyətçi adından istifadə etməməlidir və bunun üzərində prim yığaraq başqalarının üzərinə mən kasıblara, mən qazilərə, mən şəhid ailələrine yardım etmişəm. Yalansa sənin